Salam, deməli bizə 20 sınaq kitabından belə bir sual verilib. Qeyd edək ki, sınav 17, sual 24-dür. Kosinus x plus kök altda 3 sinus x bərabərdir 1 tənliyinin ən kiçik müsbət kökü neçə dərəcəlidir? Birinci biz burada kök altda 3-dən başlamalıyıq. Kök altda 3 bizə tangens 60-da bərabər olur. Bu da sinus 60 bölünsün kosinus 60 dərəcə deməkdir. Gətirib yerinə qoysam olacaq kosinus x plus sinus 60 bölünsün kosinus 60 vurulsun sinus x bərabərdir 1. Bunları mən ortaq məxrəcə gətirib sadələşdirsəm olacaq kosinus x kosinus 60 plus sinus 60 sinus x bölünsün kosinus 60 bərabərdir 1. Bu da olur kosinus x kosinus 60 plus sinus x sinus 60 sinus x bərabərdir kosinus 60. Bu da mənə kosinus alfa minus betanın açılışını verir. Yəni bu ifadə kosinus x minus 60-dır. Bərabərdir kosinus 60-a. Onda x minus 60 bir dəfə bərabər olur 60-a. Bir dəfə də bərabər olur dərəcəyə görə. Çünki 360 götürülür. Ona görə dərəcəyə görə bir də mənfi 60-a bərabər olur. Yəni x bərabərdir 0 və x bərabərdir 120 dərəcə. Məndən ən kiçik müsbət kök istədiyi üçün mən 120 dərəcəni götürürəm. Çünki 0 dərəcə neytraldır.